Salam uşaqlar, həyat bilgisi dərsinə başlayırıq. Dərsin əvvəlində sizə bir Azərbaycan filmini təqdim edəcəyəm və sonra suallarımızı davam etdirərik. Uşaqlar, heç bilirsiniz nə olub? Elə bir hadisə baş verib ki, mən onun əhəmiyyətini layiqincə qiymətləndirməyə söz tapmıram. Bugün bizim hamımızın ən xoşbaxt günüdür. Böyük tarixi gündür. Stalingradda Almanları darmadağın eləyiblər. Gözünüz aydın. Ura! Uşaqlar, mən gedim direktordan xahiş edeyim, sizi dərsdən azad eləsinlər. Axı bugün böyük bayramdır. Silin onu. Atamız istəyir ki, hamımız acından köpüb öləsiz. Geç, tez arzusuna çatar. Bu nədir? Ona deyərlər hədiyyə. Bugün sənin günündür, anadan olmuşsan. Nədir bu? Ay, necə qəşəngdir, ay Allah. Neçə vaxt savun üzünə həsrət qalmışdım, haran tapmışsan? Özüm düzəltmişəm. İyi xoşuma gəlir. Həmin o duxunun neydi və müharibədən qabaq almışdım sənin üçün, yadındadır. Sən də götürüb turladın ki, aktivlərdə doludur. Gördün, indi lazım oldu. Dayan, doxu heç, sən də görün bu sabunu necə düzəltmişsin? Fikirləşirdim ki, sənə nə baxışdı. Birdən ağlıma gəldi. Sabunu düzəltməyə nə var ki, boş şeydir. Biraz kaustik soda lazımdır. Biraz əlif, biraz da ondan bundan bəs salam sabun oldu hazır. Mənim əlimdə sürüşmək kimi şeydir bu. Dayan, araya yesən. Bu saat gəlirəm. Sənə nə var Dünyadan xəbəri yoxdur balas. Bugün biz bəlkə də müharibədə qalib gəlmişik. Salam Cəbiş müəllim. Salam. Salam Cəbiş müəllim. Salam. Salam. Salam müəllim. Salam. Bu gecə vaxtı hara belə? Bazılar bizi də aparırlar. Hara göndərirlər siz? Bilmirəm. Hərbi sürdü. Bizə demirlər. Siz gərək özünüzü qoruyasınız, başa düşürsünüz. Müharibədən sonra ölkəyə çox lazım olacaqsınız. Özünüzdən müğayət olun. Sağ olun müəllim. Yaqın bizi müharibədən sonra... Dayan bir dəqiqə. Sağ ol. Götür, al bala, götür. Neyime lazım Cəbiş müəllim? Sabun təmizliyidir bala, götür. Bu filmdə nə görürsünüz? Təbii ki, filmdə müharibə dövrünü, insanların yaşam tərzini gördünüz. Eyni zamanda əsərin qəhrəmanını gördünüz. Filmdə nədən bəhs olunur? Filmdə müharibə dövrünün ağır günləri göstərilib, insanların müharibə şəraitində böyüklərin də, kiçiklərin də hansı əziyyətlərə qatlaşması, müharibəyə nə cür kömək etmələri, yəni ön cəbhəni, arxa cəbhəni aydın şəkildə görürük. Filmin baş qəhrəmanı kimdir? Cəbiş müəllimdir. Sizcə bugünkü mövzumuz nə olar? Təbii ki, müəllim. Bugün 5 oktyabrda hansı gündür? Müəllim günüdür. Bəli, 5 oktyabr müəllimlər günüdür. Filmdəki qəhrəmanlardan Cəbiş müəllimin hansı xüsusiyyətinə görə fərqləndirə bilərsiniz? Yəni, Cəbiş müəllim qəhrəmanlardan hansı xüsusiyyətlərinə görə fərqlənir? Cəbiş müəllimin humanist olması öncə, vətənpərvər olması, səbirli olması, dözümlü olması, tikəsini insanlarla bölüşdürməsi, uşaqların, körpələrin qayğısına qalması, öz ailəsindən digər uşaqları ayırmaması, yəni ayrı seçkiliyə yol verməməsi, az olanda az yeyən insan, aclığa dözən insan, yəni bu sima bizim hər birimiz üçün bir nümunədir, nümunə mənbəyidir. Demək, bugün məlum oldu ki, bizim dərsimiz müəllim günüdür. Zəhmət olmasan dərslikləri açın və orada müəllim gününü bir dəfə oxuyaq. Sənə müəllimlə bağlı olmuş bir əhvalat danışacağam.
Keçmişdə Əmir Teymur adlı güclü bir padşah vardı. Bu padşahın məmləkəti çox böyük idi. O zaman-zaman geniş əraziləri fəth edib, öz torpaqlarına birləşdirirdi. Onun dövlətinin sərhədləri ildən ilə genişlənirdi. Əmir Teymur çox cəsur bir insan idi. O hələ kiçik yaşlarından yaşamağı, Quranı oxumağı bacarırdı. Ov etməyi, at üstündə döyüşməyi, şahmat oynamağı sevirdi. Zəifliyi nə özünə, nə də başqalarına bağışlayırdı. Məmləkətində dilənməyə qadağan etmişdi. Allahın adı ilə insanların ürəyini yumuşaldıb, dilənənlərə cəza verməkdən qorxmurdu. Düşünürdü ki, Allah buna görə onu cəzalandırmaz. Çünki hər bir insan güclü olmağı bacarmalıdır. Bir dəfə o fəth etdiyi ölkələrdən usta sənətkarları toplayıb onlara tapşırdı ki, gözəlliyi ilə hamını heyrətləndirən bir şəhər salsınlar. Sənətkarlar padşahın əmrini yerinə yetirib, füsunkar bir şəhər, Səmərqənd şəhərini saldılar. Hökmdar dünyanın ən gözəl paytaxt şəhərlərindən birini saldırmışdır. Bu şəhərin qızıl suyuna çəkilmiş məscid və minarələri uzaqdan göz qamaşdırırdı. Şəhərin içində 13 bağ var idi. Gözəl Şahi Zində küçəsində düz 25 məqbərə ucalırdı. Əmir Teymur bütün bu nailiyyətlərini müəlliminin adı ilə bağlayırdı. O müəllimini hamıdan uca tuturdu. Qazandığı bütün qələbələrə görə müəlliminə minnətdar olduğunu söyləyirdi. Müəllim həqiqətən ən böyük sayğıya layiqdir. O hər bir insanın həyatında böyük rol oynayır. Həyatın boyu sənə lazım olan bilikləri öyrətmək üçün o çox böyük zəhmət sərf edir. 45 dəqiqəlik dərs hazırlamaq üçün saatlarla çalışmalı olur. Müəllim bir valideyn kimi uşağın hər əziyyətinə dözür. Ölkənin gələcək qurucuları olan uşaqlar müəllimin zəhməti ilə şəxsiyyət kimi formalaşırlar. Ümummilli liderimiz Heydər Əliyev öz müəllimlərini hörmətlə xatırlayır və deyirdi: hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Müəllim özü də şəxsiyyət üçün vacib olan xüsusiyyətlərə malik olmalıdır. İradəli, öz peşəsini sevən, ətrafdakılara hörmətlə və qayğı ilə yanaşan, diqqətlə dinləməyi bacaran yaradıcı. 5 oktyabr Beynəlxalq Millətlər Təşkilatı tərəfindən müəllim günü elan etmişdir. Kimlərə biz müəllim deyirik və nə üçün xalq arasında nüfuzlu olan insanlara müəllim deyə müraciət olunur? Qayğıkeş insanlara, ədalətli insanlara, vətənpərvər insanlara biz müəllim deyirik. Psixoloji dəstək verə bilən, humanist olan insan, məsləhət verən, mehriban davranan, mədəni davranış qaydalarına əməl edən, sözü bütöv, etibarlı, geniş dünya görüşlü, ağıllı, intellektual, kompromisə gedən insanlara biz müəllim deyirik. Təbii ki, müəllim bu gözəl keyfiyyətlərə yiyələnmiş olmalıdır. Hər bir müəllim mehriban olmalıdır, şagirdini sevməlidir. Şagird danışarkən onu axıracan diqqətlə dinləməlidir. Bunların hamısını yəqin ki, siz müəllimlərin müşahidə etdikdə, dərs keçən müddətdə görürsünüz və hiss edirsiniz. Müəllim yaxşı olduqda, müəllim məsuliyyətli olduqda, müəllim mehriban davrandıqda, psixoloji ab-hava yaratdıqda, yəni psixoloji dəstək yaratdıqda, onda dərs yüksək səviyyədə keçir və hər bir şagird də o dərsdə özünü sərbəst hiss etmiş olur. O ki, qaldı, nə üçün deyirik ki, digər insanlara, yəni insanlar arasında nüfuza malik olan, hörmətə malik olan insanlara müəllim deyə müraciət olunur. Ona görə bayaq biz saydığımız həmin o xüsusiyyətlər, keyfiyyətlər həmin insanlarda cəmlənir. Onlar öz kamilliklərinə görə, ağıllarına görə, düzgün məsləhət vermələrinə görə, düzgün vasitəçi olduqlarına görə, insanları düzgün istiqamətləndirdiklərinə görə həmin insanlara müəllim deyə müraciət edirlər. Müəllimin necə olması haqqında danışın.
Yəni, hər bir insanın, şagirdin, əsas da şagirdin arzusu olur, xəyallara dalır ki, müəllimim kaş bu cür olardı. İndi görək siz müəllimi nə cür görmək istəyirsiniz. Müəllim hər bir insanın həyatında mühüm rol oynayır. O bir müəllim kimi şagirdin yeni bilik və bacarıqlara yiyələnməsi üçün çox çalışır, zəhmət çəkir. Həm də bir valideyn kimi şagirdin hər bir əziyyətinə dözür, gələcəyin qurucuları olan uşaqların şəxsiyyət kimi formalaşmasına kömək edir. Yəni, bunlar hamısı müəllimin əsas vəzifələrindən biridir. Müəllim məktəbdə şagirdinə həm müəllim olmalıdır, həm də onun valideyni kimi davranmalıdır. Bu təqdirdə biz yüksək səviyyəli dərsdən, təhsildən danışa bilərik və təhsilimizin deyirik ki, təhsilimiz təhsil əsridir. Təhsilin yüksək səviyyədə təşəkkül tapmasında müəllimin rolu böyükdür. Çünki bu yolda müəllimlə şagird bərabər adımlayır. Müəllimlə şagird, müəllim şagirdə bir obyekt kimi yox, subyekt kimi. Yəni, subyektin subyektə münasibətində olmalıdır. Şagirdi sonacan dinləməli, onun fikirlərinə hörmətlə yanaşmalıdır. Müəllimlər ən böyük hörmətə layiqdirlər. Hər bir kəs müəllimin adını uca tutmalı və ona minnətdar olmalıdır. Təbii ki, yaxşı müəllimə hər bir kəs minnətdardır. Çünki onun gələcək həyatı həmin o müəllimin onun düzgün istiqamətləndirib istiqamətləndirməməsindən asılıdır. Yaxşı müəllim üçün vacib olan xüsusiyyətləri sadalayın tapşırılmışdı ki, gəlin görə müəllimdə hansı xüsusiyyətlər özünü qabarıq şəkildə mütləq və mütləq göstərməlidir. Bilikli və savadlı olmalıdır müəllim. Bacarıqlı olmalıdır, səbirli olmalıdır, tolerant olmalıdır, ədalətli olmalıdır. Güzəştə getməyi müəllim, hər bir müəllim bacarmalıdır. Müəllim iradəli olmalıdır. Ona görə müəllim həmişə iradəli olmalıdır ki, ondan bəhrələnən şagird də iradəli olsun, ədalətli olsun, mehriban olsun, yaradıcı olmalıdır. Bu dövr, 21-ci əsr bizdən yaradıcılığı, yaradıcı olmağı tələb edir ki, necə ki, şagirdlərimiz yaradıcı olmalıdır, müəllim də öz işində, peşəsində yaradıcı olmalı, hər bir işinə yaradıcı yanaşmalıdır. Səliqəli olmalıdır, çünki müəllim öz nümunəsi ilə, öz geyimindən şagirdlərinə bir nümunə olmalıdır. Peşəsini sevməlidir. Hər bir kəs seçdiyi peşənin xiridarı olmalıdır, onu sevməlidir. Ona məhəbbət hissi aşılamalıdır ki, məhəbbət hissini göstərməlidir ki, müəllim peşəsinə yiyələnmək istəyən hər bir şagirddə bunu daha da mükəmməl inkişaf etdirmiş olsun. Müəllim diqqətli və dinləməyi bacarmalıdır. Və ya qeyd etdik biz bunların hamısını. Yəni, bu gözəl keyfiyyətlərin hamısı müəllimdə cəmlənməlidir, əks olunmalıdır. Gəlin, indi burada verilmiş şeiri oxuyaq və təhlil edək. Deyirəm, görəsən, cahanda kimin bir müəllim təki xidməti vardır. Doğrudan da cahanda müəllim canlı bir insanları yetişdirir. Həyata onlara vəsiqə verir. Addımlamalarına, müstəqil həyata atılmalarına xidmət edir. Dahilərə dərs deyən müəllimin milyon könüllərdə hörməti vardır. Onun şərəfidir, onun öz adı. Neçə gənc mühəndis, neçə həkim qız. Bax, görürsünüzmü? Burada müəllimin xidmətindən danışılır ki, müəllimin əlindən, yəni onun müstəqil həyata qədəm qoymuş şagirdlərinin neçəsinin mühəndis, neçəsinin həkim, ümumiyyətlə peşəsindən asılı olmayaraq bu peşələrə yiyələnməsində müəllimin böyük bir xidməti vardır. Cavan pilotlardır onun qanadı, odur ki, göyləri gəzir qayğısız. Müəllim böyükdür, yüksəkdir bu ad. Onu uca tutmaq şərəfdir bizə. O öz qayğısıyla firavan azad nəsillər yetirir ellərimizə. Doğrudan da müəllim, bax bu deyilənləri, pilot, yəni o pilot da yetişdirir, kosmosu fəth edirlər, bu müəllimin xidmətidir. Müəllimin adı ona görə böyükdür, yüksəkdir ki, doğrudan da müəllimin zəhməti çoxdur. Bu zəhmətin qarşısında vətənimizə, dövlətimizə verilmiş olan alimlər, mütəxəssislər, rəssamlar, dahilər, ümumiyyətlə
istənilən peşədə özünü təsdiqləyən insanlar yetişdirir. Onun üçün də biz müəllimlərə minnətdarıq. Sevimli müəllim haqqında esse yazın, yəni inşa yazmaq. Gəlin görək bu inşa nədən ibarətdir və müəllimi nə cür qiymətləndirmisiniz. Bizim sevimli müəllimimiz çoxdur. Onlardan biri də Xalidə müəllimədir. O öz fəaliyyəti ilə cəmiyyətimizə şəxsiyyətlər yetişdirir. O bizə bilik verməklə yanaşı, gördüyümüz işlərin hansının pis, hansının yaxşı olduğunu müəyyənləşdirməyi öyrədir. Düzgün seçim etməkdə tövsiyələr verir. Xalidə müəllimə bir vətəndaş, bir ana və bir müəllim kimi məktəbimizdə böyük nüfuza malikdir. Uşaqlar, bu inşaya görə mən sizə təşəkkür edirəm. Çox gözəl dəyərləndirmisiniz müəllimənizi. Dünyada peşə də, sənət də çoxdur. Bizə gərəklidir, lazımdır onlar. Arzuya, istəyə sərhəd də yoxdur. Sevdiyiniz peşəni seçin uşaqlar. Hər uca rütbədən biliniz fəqət. Alimin rütbəsi ucadır əlbət. Elm öyrənmək istədikdəsən, çalış ki, hər şeyi kamil biləsən. Nizami Gəncəvinin bu gözəl kəlmələri nəinki müəllimlərə, həm də gənclərimizə, uşaqlara aiddir. Bugünkü dərsimizin nəticəsi olaraq biz deyə bilərik ki, bugün müəllim peşəsinin şərəfli və məsuliyyətli olmasını bir daha öyrəndik. Müəllim qaranlıqda yanan bir şamdır. Bu işığın ətrafında gəzənlər isə gələcəyin şəxsiyyətləridir. Müəllim şəxsiyyəti inkişaf etdirir, ona mənəvi dəstək verir, yüksək mənəvi keyfiyyətlərə yiyələndirir. 5 oktyabr Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəllim günü elan edilmişdir. Bugün ölkəmizdə də böyük sevinç və təntənə ilə qeyd olunur. Uşaqlar, mən sizə təşəkkür edirəm. Bugünkü dərsimiz sona çatdı. Sağ olun.